Xeyriyatçı Salih əmi məscidimizin konferans salonunun dam örtüyünün təşkil edilməsinə şəxsi vəsaiti ilə 5000 manatdan çox vəsait xərcləyib. Allah can sağlığı versin, Allah mülkünə bərəkət versin. Gözəl məscid, müqəddəs məscid Ləmbaran kənd cümə məscididir. Regionda mən deyərdim ki, şərq üslubuna uyğun tikilərək bütün regionda seçilən ən yaraşıqlı, ən gözəl məsciddir. Məscidin pisi olmaz, məscidin hamısı Allah evidir. Sadəcə ümumi tikilişinə uyğun həyəti və ümumi tikintisi şərq üslubuna uyğun olaraq tikilir. Regionda bir nömrəli məsciddir. Məscidimizi inşa etdirən Ləmbaran kəndimizin Azərbaycan şöhrətli xeyriyyətçiləri Samir müəllim, Yusuf müəllim və qardaşları Fəqan müəllim tərəfindən inşa edilir. Məscidimizin imamı bizim hər birimizin mənəvi ağsaqqal adlandırdığımız Hacı Əkrəm əfəndidir. Bu məscidin tikilməsində dəstək olan, əməyi olan bütün ustalarımıza, sənətkarlarımızın hamısına təşəkkürümü bildirirəm. Məscidimizi ziyarət etmişkən ön tərəf mənim diqqətimi çəkdiyi, operator zəhmət olmasa Tahir buradan çək. Görürsünüz bu konferans salonunun dam örtüyünü. Məclis konferans salonunun dam örtüyü, Hacı Əkrəm əfəndinin otağının üstü, eyni zamanda dəstəmazxanaların dam örtüyü. Bu dam örtüyünü şəxsi vəsaiti hesabına, Allah rızasına, vətəninə, kəndinə, elimizə, obamıza bağlı olaraq şəxsi vəsaitindən Allah rızasına, məscidimizə, Ləmbaran kəndimizə hörmət əlaməti olaraq inşa etdirən dam örtüyünün bütün deməli proxmas yerlərini, taxta materiallarını, şurupunu, dam örtüyünə nə varsa hamısını Bakı şəhərindən göndərən Ləmbaran kəndimizin ən öndə gedən xeyriyyətçilərindən olan Məhərrəmov Salih rəhmətli Aydın babanın oğlu tərəfindən göndərilmişdir. Məs bilirsinizmi, mən niyə bugün 13 yanvar 2026-cı ildə bura gəlmişəm. Oğlum Tahir 6 yaşından mənim yanımda olub, bütün kəndimizin aksiyalarında yanımda olan kəndimizi və bütün xeyriyyətçiləri mənimlə bərabər çəkib, bütün kəndimizin aksiyalarında fəal iştirak edən oğlum Tahir mənə dedi ki, ata, Salih əminin və Talih əminin statusuna gördüm, bir Salih əminin doğum gündür. Dedim, Tahir, tez kameranı götürək, esirimizi, ultraları götürək, gedək məscidəmizi ziyarət edək. Həm də özümüzə boşdur ki, biz kanal olaraq və xeyriyyət cəmiyyətimiz olaraq mən özümə boş bilirəm ki, Salih əmini bu gözəl gündə onu təbrik edim. Və burada da gördüyü gözəlliyin hər birisini çəkim, ictimaiyyətə və bütün dünyaya göstərim. Salih əmi 1977-ci ildə yanvar ayının 13-də anadan olub. Rəhmətli Aydın babanın evində. Aydın babanın 3 xeyriyyətçi oğlu var. Böyük oğlanları Hacı Ədalət əmi, digər oğlu xeyriyyətçi Talih əmi və son beşikləri olan, bugünkü ad günü olan Salih əmi. Tahir, mən əvvəla sənə təşəkkür edirəm ağıllı balam. Belə əlamətlər günləri yaddan çaşmırsan. Salih əminin ad gününü bizə dedin və çalış ki, nəzərdən kənarda qaçırmayasan, hansı xeyriyyətçi əmlərin, qardaşlarımızın, Qarabağ qazilərimizin, kəndimizə yarayan ağsaqqalların doğum gününü bilsən, mənə məlumat ver, çəkə onlarda işğaldıraq. Nətər onlar ki, bizi diqqətinə saxlayır, biz də eləcə də onlar diqqətimizə saxlayır. Allah hər gün böyüklükdə, ağsaqqallıqda, əmrlikdə var eləsin. Sağ ol Tahir balam. Biz Salih əmini Ləmbaran kənd ahalisi adından, televiziya kanalımız adından, xeyriyyət cəmiyyətlərimiz adından səmimi qəlbdən təbrik edirik. Salih əmiyə uzun ömür, can sağlığı, Həzrət Məhəmməd Peyğəmbərin dediyi kimi Allahdan ona uzun ömür və gözəl əməllər arzu edirik. Ailəsi ilə, evlatları ilə, doğmaları ilə həmişə firavan yaşasın, xoşbaxt olsun, uzun ömürlü olsun, qocasın. Əlində əsa olduğu bir vaxtları olsun. Elə bax, kəndimizdə də gözəl işlərə, necə ki bir ağsaqqal əmmimiz kimi, dəyərli insan kimi, bütün ağsaqqallar sırasında həmişə mədəniyyəti ilə, tərbiyəsi ilə, böyüklüyü ilə, bütün insani dəyərlərə, əxlaqi dəyərlərə söykənərək öz ali cənablığı ilə həmişə öz törfələrini verib, bundan sonra da bu qaydada davam etsin. Salih əmi
Nəinki bax bu məscidimizin konferans salının dam örtüyünün vurulmasını şəxsi vəsaiti ilə təmin edir. Salih əmi Ləmbaran kəndimizin bütün genişlənən yollarında xeyriyyəçi Məhərrəmov Salih əmi bu işləri həyata keçirdiyi kimi Allah rızasına Ləmbaran kəndində 19 yolumuzun genişləndirmə aksiyasında, Ələmli qəbirstanlığının abadlığında, Aşağı Baş qəbirstanlığının abadlığında, Ləmbaran kəndində evləri yanmış insanların ev tikilişində, yoxsul ailələrə ərzaq yardımı aksiyasında, qurban aksiyaları dönəmində, xəstə insanların müalicə alınmasında, az təminatlı ailələrə dəstək, yoxsul insanlara dəstək, xəstə olan insanların müalicəsinə, bütünlüklə Ləmbarana aid olan mövzuların hər birisində Salih əmi ən öndə gedən xeyriyyətçilərimizdən olub, öz dəstəyini verir. Tahir balam mənə bir məlumat verdi, dedi ki, ata, rəhmətli Rəfail dağın oğlu Şahıya ev tikəndə Ləmbaran Kənd Xeyriyyə Cəmiyyəti tərəfindən, bütün Ləmbaranlar tərəfindən həmən uşaqların, məktəbli uşaqların, paltarların hamısını Salih əmi şəxsi vəsaiti hesabına alıb, uşaqların məktəbə getməsində onlara dəstək vermişdi. Bir daha Salih əmini televiziyamız adından, Ləmbaran Kənd Xeyriyyə Cəmiyyəti adından, bizim kanalımızın Xeyriyyə Cəmiyyəti adından, bütün Ləmbaran ahalisi, ziyalılarımız, ağsaqqallar, dostlar adından Salih əmini təbrik edirik. Kərəmli olan Allahın yerdə və göydə, asimanlarda nə qədər gözəl xeyir duası varsa, dəyərli əmmimiz Salih əminin həyatına uca olan Allah nəsib etsin, firavan yaşasın, xoşbəxt yaşasın. Əziz dostlar, əziz izləyicilərimiz, Salih əmi bir işi də nəzərdən qaçmır heç vaxt. Televiziya kanalımızın inkişafında, aylıq internetin vurulmasında dost kimi həmişə dəstəyini verib, həmişə bizim yanımızda olub. Kənd boyu yollarda işləyən ustalarımızın, qəbirstanlıqda işləyən işçilərimizin nahar fasiləsində yeməklərdən istifadə etmək üçün, onlara nahar təşkil etmək üçün Salih əmi mütəmadi olaraq vaxtında qəlbindən keçərək Allah rızasına vəsait ayırmışdı, işçi kollektivinin nahar fasiləsini təşkil etmişdik. Salih əminin timsalında Salih əminin qardaşı xeyriyyəçi gözəl insan Talih əmiyə, böyük qardaşları xeyriyyəçi Hacı Ədalət əmiyə, Hacı Ədalət əminin oğlu Babaş qardaşımıza, bütün ailə üzvlərinə uzun ömür, can sağlığı tutduğu gözəl mövqedə hər birisinə uğurlar arzu edirik. Əziz dostlar, əziz izləyicilər, kanalımıza abunə olun, şərh yazın, like edin və paylaşın ki, dünyanın dörd bir yanında olan milyardlarla insanlar siz Ləmbaran və Ləmbaranları görüb sizləri alqışlasınlar. Videomuzun altına şərh yazın, Salih əminin təbrikinə qoşulan bütün insanlara təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Yaşasın Azərbaycanımız, var olsun dövlətimiz, yaşasın Ləmbaran kəndimizin Salih əmi kimi bütün xeyriyyətçiləri. Allah sizlərə yar olsun, növbəti çəkilişlərdə görüşənə qədər. Bir daha vurğulayıram, 1977-ci ildə yanvar ayının 13-ü Bərdənin Ləmbaran kəndi anadan olub. Bugün Salih əminin 49 yaşı tam olur. 100 illiyini qeyd edir Salih əmi. Bir daha səni təbrik edirik, gözəl insan. Ədəm məscidin sahibi olan Allah sənə yar olsun. Görün nə gözəldir. Məscidimizin konferans salının dam örtüyü. Xeyriyyəçi Salih əmi tərəfindən təşkil edilir. Xeyriyyəçi Salih əmi məscidimizin konferans salının dam örtüyünün təşkil edilməsinə şəxsi vəsaiti ilə 5000 manatdan çox vəsait xərcləyib. Allah can sağlığı versin, Allah mülkünə bərəkət versin. Minnətdarım sizə. Var olun əziz xeyriyyətçilərimiz. BMT TV, Bəxşiş müəllimin kanalı, onlayn internet televiziyası və YouTube kanalı təqdim edir. Kanalımızda videolarımızın baxış sayının çox olması üçün kanalımıza abunə olun, bəyənin, şərh yazıb paylaşmağınızı xahiş edirik. Dəyər verdiyiniz və dəstək olduğunuz üçün öncədən hər birinizə təşəkkür edirik. Kanalıma abunə olun, şərh yazın, like edin və paylaşın.
Mənə dəyər verən bütün dostlarıma təşəkkürümü bildirirəm.